Herkese salamlar olsun değerli izleyiciler. Gördüğünüz bu bitki öksüz otudur. Bunun faydaları demək. Rak hüceyrələrini dondurur. En büyük xüsusiyyətdən biri budur ki, migren, baş ağrısı, yuxusuzluq, epilepsi xəstələrində bunun inanılmaz faydaları var. Şəkər xəstələrində şəkəri salır, təzyiqi normallaşdırır. Demək, daxili orqanlarda olan bütün qanaxmaları bu götürür. Demək, bunun bu formunda belə təmizlənir. Bir çay qaşığı təmizləyirsiniz bundan suda, ilıq sunan. Axşamlar qoy saat 5-də səhərə kimi qalır. Götürürsünüz, gün ərzində cəmsi bir stəkan içilir. Yenə deyirəm, kimdə demək, revmatizm, şəkər xəstələri üçün, onkoloji xəstəlikdə yenə deyirəm, qıraq hüceyrələrini bu təmiz dondurur, metastaz verməyə qoymur. Bax, bunlar da alma sirkələridir, hansı ki, bax, mən hazırlayıram demək. Bax, formada şüşə qablarda qoyulur alma sirkələri hamısı. Hamısı balla hazırlanır. Alma sirkəsində gərək şəkər tökəsən, nə də bal. Elə bir çörək pişəndə mütləq mayalı isə, nə durur. Bu formadadır, yəni buna nə şəkər tökməsən, nə də bal. Mən indi özümün arılarım var, bal tökürəm. Ancaq belə şüşə qablarda qoyulmalıdır. Alma sirkəsi şəkər salır, təzyiqi salır, öd yolunu açır, pis xolesterini götürür, qaraciyərdə piyləri əridir. Bunlar demək, it burnu yemişan sirkələridir. Bunlar da it burnu bəhməzləridir. Bax, bu gördüklərinizə demək, Tofiqoğlu arıçılıq təsərrüfatının ballardır, bizim ballardır. Bunlar da demək, şam qozasının bəhməzi, şam qozasının bəhməzi, faranget, laranget, asma bronxit üçün çox gözəl köməklidir. Göz kürəyi 3 günə götürür. Sağ olun, var olun. Allah canınızı sağ eləsin. Xəstələnməyin.